Hər vaxtınız xeyir olsun, hörmətli dostlar, izləyicilər. 29 oktyabr 2025-ci il hamınızı Mahmudlardan salamlayıram. Gözəl günəşli bir gün. Havanın temperaturu 26-27 dərəcə, saat hardasa 1-dir. Deməli, bugün Türkiyədə çox böyük bir bayramdır. 29 Ekim Cumhuriyyət günüdür. Yəni 29 Ekim 1923-cü ildə Cumhuriyyətin Türkiye, indiki modern Türkiye'nin kurulduğu gün ve ilk Cumhurbaşkanı olarak Mustafa Kemal Atatürk seçilmiştir. Bəli, bu haqda belki akşam video çəkəcəm, çünkü her il bu vaxtda Alanya mərkəzdə böyük törən olur, tədbir olur, mən də çəkirəm. Bugün də qismət olsa, imkan olsa oraya gedəcəm, söz vermirəm, əlimdən gələn edəcəm ki gedim. Çünkü saat 7'dədir, mənim də biraz işlərim var, çata bilsəm gedəcəm. Və bir daha sizə təşəkkür etmək istəyirəm. Artıq bizim abunə sayımız qısa bir zamanda 10.000-i keçdi. Hətta az öncə baxdım 10.100-ə qədər çatmışıq. Və bunun üçün bütün izləyicilərə, tamaşaçılara dərin təşəkkürümü bildirirəm ki, bizim belə bir uğura imza atmağımıza dəstək və yardımcı oldunuz. Əlbəttə ki, bu mənim üçün uğurdur. 10.000 az sayı deyil. Və buna görə hər kəsə təşəkkür edirəm. Bəli, artıq payızın ikinci ayı da 2 gün sonra yekunlaşacaq. Payızın son ayı və qış gələcək. Ayın 29'udur, amma Mahmudlar sahilini baxın görürsünüz. İnsanlar suya girirlər, dənizdə də dalğa azdır. Dəniz kənarında istirahat edirlər. Hava çox günəşlidir, gözəldir. Ümumiyyətcə Alanya'da ilin 300 günü güneş olur, güzel hava olur. Yaşamak için, istirahat etmek için güzel, əlverişli bir ərazidir buralar. Aralıq dənizi sahilləri, Antalya, Alanya ta Mersinə qədər Aralıq dənizi sahilləri bu əraziləri yuyur və burada gözəl çimərliklər, gözəl yaşayış yerləri, yaşayış qəsəbələri, şəhərlər mövcuddur. Qarşıda Alanya qalası, arkada isə Mahmudlar, Mahmudların yeni gözəl binaları və s. Burada sahildə də məşq eləmək üçün belə bir alətlər quraşdırılıb. Velosiped yolu, yürüyüş yolu hamısı ayrıdır. İndi biz də biraz sahil boyu yürüyüş edək. Ne baş verir, ne var ne yok, bayram günü size təqdim edeceğim. Mahmudların sahili çok böyükdür, qəşəngdir, səliqəlidir və axşamlar burada insanlar daha çok olur. Çimərliklərimiz fərqli-fərqlidir. Qum olan hissədə var, daş olan hissədə var. Hər cürə çimərliklər var. Saat hardasa dediyim kimi 1'dir. Günorta yeməyi vaxtıdır. Ona görə ya hamı dənizdədir, ya yeməkdədir. Ona görə sahildə yürüyüş edən insanlar azdır. Axşam isə tam əksi olur. Gəzə-gəzə yaxınlaşırıq bir növbəti çimərliyin ərazisinə doğru yaxınlaşırıq. Burada da adam çoxdur. Əsl yay havasıdır. Yəni bunu rahat deyə bilərəm. Qol açıq, şortik, maykada rahat gəzə bilərsiniz. Günəş şüaları qəbul edənləri özünüz görürsünüz canlı-canlı. Yəni Alanya, Mahmudlar belə bir yerdir. Oktyabr ayının sonunda insanlar dənizdə istirahat edirlər. Bundan böyük nə xoşbəxtçilik ola bilər? Vallahi bilmirəm artıq. Bu da belə bir kafe. 82 nömrəli çimərliyin kafesidir bura. Queen Beach Cafe adlanır. Buradan giriş ise burada da yazılıb Mahmudlar 82 nömrəli çimərlik.
Biz isə yavaş-yavaş Mahmudlar və Qarğıcağın kəsişmə nöqtəsinə, sınıra, sərhəddə yaxınlaşırıq. Orada sarı bir otel var. Bu il fəaliyyət göstərmədi. Çox böyük oteldir. Bu tərəfdə dənizə sıfır yeni binalar inşa olunmaq üzrədir artıq. Gözəldir. Dəniz, dağlar. Gözəl premiumli binalar, premium binalar, ultra lüks binalar. Yəni dənizin, dağların sahilində bir də gözəl premium komplekslərdə yaşayırsınız. Öz hovuzu var, saunası, fitnesi və s. və s. və s. Yəni istirahət tam şəkildə alınır. Məsələn, ilin istənilən vaxtı gəlirsiniz, 1 ay, 2 ay öz şəxsi evinizdə qalırsınız. Otellərə böyük pullar ödəmədən öz evinizdə rahat istirahət edib həyatdan zövq ala bilərsiniz. Bunun üçün bizimlə əlaqə saxlayın və sıfırdan hər cür dəstəyi verərək sizi mənzil sahibi edə bilərik. Bütün videoların altında mənim Türk və WhatsApp nömrəm qeyd olunur. Bu da balaca Asiyadır. O da bugün gəzintiyə çıxıb sahildə. Dənizə sıfır daha bir gözəl binalardan biri. Artıq bir neçə ildir bu bina inşa olunub. Və tam Mahmudlar və Qarğıcağın kəsişmə nöqtəsində belə bir gözəl yeri var. Mənim ən sevdiyim yerlərdir bu yerlər. Portakal kafelər, burada təbii meyvə şirələri, çay və digər içkilər verilir. Oturub bax belə tam dənizin sahilində, dənizin dalğaların səsinə qulaq asarsa istirahət edə bilərsiniz. İnsanın da oradan da beyni dincəlir. Yorğun işdən sonra gəlib belə yerdə otursanız, birbaşa dənizə baxa-baxa gözəl istirahət edib bərpa vastanavit ola bilərsiniz. Belə kafelər Mahmudlar sahil boyu çoxdur. Daha bir bina burada inşa olunacaq. Bu yaxınlarda artıq burada hasara alındı. Orada boş ərazi var idi və orada görünür yeni bir bina inşa olunacaq dənizə sıfır. Belə əziz dostlar, orada isə Royal Imperial Otel, Gold City, Lumos Deluxe hamısı bu tərəfə doğru Alanya'da yerləşən böyük otellərdir. Mən isə təkrar olaraq bütün Türk xalqını Cumhuriyet Günü böyük bayram münasibəti ilə Türkiyə Cumhuriyyətinin qurulması münasibətilə təbrik edirəm. İkincisi, bizə abunə olan, bizi izləyən dostlar, bizi 10.000 takipçiyə, 10.000-dən də keçmişik, 10.000-dən çox takipçi olmamıza səbəb olan bütün dostlar, tanışlar, insanlara təşəkkür edirəm və yavaş-yavaş videomu burada bitirirəm. İnşallah gələn videolarda görüşənədək sağ olun, var olun.